Gips başı ştrixləməyin 2 dənə metodu var. Birinci metod, bütün tonları, bütün kölgələri, bütün formaları xətlə ayırırsan. Bu elə bir risumunun tam bir hissəsi olur. Dodağının qatını, altdakı kölgənin qatını, çənənin müəyyən yerini, öndəki qatını, hər şeyi müəyyən ştrixlərlə, xəttlərlə hissələrə ayırırsan. Və sonda bu hissələri tona salırsan. Eynən kubun və yaxud da ki, altı bucağının ton ştrixləri kimi. Bəzisi yüngülcə gedir, digər ikinci ton nisbətən daha tünd gedir. Hətta saçında da eyni qaydanı tətbiq edirsən, işığı, tonu və kölgəni saxlamaq şərti ilə. Və bu tam bitmiş hala gətirilən vəziyyətdə qiymətləndirilə bilər. Tam qurulmuş baş qiymətləndirilə bilər. İkinci ştrix sferik ştrixlərdir. Yəni sən daha real formaya gətirmək istəyirsən, iynə ştrixlərdən istifadə edirsən, kürənin üzərində olan ştrixlərdən istifadə edirsən, yəni formanı işığın üz üzərində sürüşməyini, tona keçməyini, burada refleksi və digər şeylər saxlayırsan. Hər iki iş eyni dərəcədə qiymətli və dəyərlidir.